Çok güldüm. Orada var mı? Deməli, mühafizənin rəhbərinə deyirəm ki, mühafizənin rəhbərinə. Bu xanımları aralaşdır. Bir-birinə getdim, dedim üstümə qışqırdı, mən getmirəm. Kimə deyirsən getmir. Belə şey olur. Amma yenə də həqiqətən bu bir istək idi, bir sevgi idi. Söz vermişdik, partlatdıq. Şükür olsun Allaha. Təbii ki, ilk öncə Allaha şükür olsun. Yəni, gözü götürməyənlərin gözü çıxsın deyək. İnşallah ki, hər şey yaxşı olar. Allah sizləri qorusun, can sağlığı versin. Nə deyim? Valla sizə nə qədər tərifləsəydi azda bunu çoxları qıraqdan yaltaqlıq ki başlasın. Amma ciddi deyirəm. Bilirsiniz niyə görə? Yəni siz gərək tanıyasan ki, eyni süfrədə oturub yemək yeyəsən ki, ayılarla ancaq elə bilsinlər mədəniyyət. Çünki qıraqdan elə biləcəklər ki, nəyəsə görə valla onluq deyil. Özünüz elə pirik olsunuz yaxşı mənada valla. Çox deyib gülən insansınız valla. Bana bilərsiniz müəllim? Ne çok his verdi, his duygu verdi. İnsanlar orada menüye bakmadı da. Hiç kim yemedi, hiç kim. Yemeğe bakmadı da. Orada hepsi ortada. Yemek ornunda. Ben ocağa alıp çıktınız beni, müəllim. Adamları arasına alıp girdi. Locada yürüp stollarına bakıram da onun paketi alınmadan da onun. Qalmışdı. Vallahi o çünkü onların hepsi oradan bakır da stol yok. Gözəl idi, maşallah, gözəl idi, həqiqətən gözəl idi. Çox möhtəşəm idi. Bugün zalda toy gedir. Deyirəm ki, bir anda dünən bu vaxtı bura dağılırdı, sakit. Allah hamd olsun. O qədər belə adama biraz yaxşı mənada təsir edir də, biraz belə bir cür olaraq. Dünən üstümə qışqıranlar hardadır, onları axtarırdım. Üstümə gələn qışqırırdı. Valla Ruslan Bey Alovdan korkmadı, alovdan korkmadı bacılar, nənələrim. Ben o kızlar, bacılar hepsi durdu. Orada ben korkuram da onların saçına değmesin daha saçına değmesin. O alov atır. Orada alov atır da saçın. Aç. Vallahi. Həqiqətən də gözəl keçdi. Sən də sağ ol, qardaş. Xoş sözlərini bildirdin Azərbaycana. Təşəkkür edirəm sənə də.